Yaşad Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün birinci intellektual marafona start verilib. Konstitusiya və suverenlik ili çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə eləyir. Marafon Şahdağ Turizm Kompleksinin, Paşa Texnolojinin və Dünya Türk Biznes Şurasının sponsorluğu ilə reallaşdırılır. Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır. Açılış mərasimində Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov şəhid övladları üçün bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. Bilirsiniz ki, bizim suverenliyimiz, bizim qəhrəman şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz tam işğaldan azad ediləndən sonra oldu və biz məhz bu marafonu suverenlik ili çərçivəsində şəhidlərimizin övladları ilə götürürük, onlarla başlayırıq və onların bilik yarışı olacaq və yarışın sonunda mükafatlandırma mərasimi olacaq. Onların hər birinə qaliblərə qiymətli hədiyyələr tərəfimizdən təqdim olunacaq və eyni zamanda bilirsiniz ki, bu illəri artıq yay fəsli qarşıdadır və tərəfimizdən kifayət qədər ənənəvi olaraq yaşat düşərgələri, digər layihələrimiz tərəfimizdən həyata keçiriləcək və bu layihədə onlardan biridir. 20 aprel tarixinədək davam edəcək marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək. Çox şadam ki, bizi o belə bir kampa gətiriblər. Burada biz intellektual oyunlar oynayacağıq, əyləncəli bahs keçirəcəyik və hətta indi biz artıq bir neçə oyun oynadıq və hamısı çox əyləncəli keçdi. Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar. Yaşad Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi olaraq təşkil olunur.